Pulsuzluğun ucbatından siz hələ özünüzü belə tanıya bilmirsiniz. Fikri kartof soğanda qalan, bir tikə çörəyinin dərdini çəkən adamın gedib bir narkoman olmaması ya da az yaşlı uşaqları cinsi istismar etməməsi onun normal, dürüst, pak bir adam olmasının sübutu deyil. Xeyr, sadəcə hələ bilinmir ki, sən əslində nə malın bilsən, anlayın bu mənəviyyat riyaziyyatını. Sizin düşüncələriniz cibinizlə düz mütənasibdir. Pulunuz çoxaldıqca içinizdəki o gizli heyvanın etdikləri də böyüyür. Sizin güya saf, sadə bir həyat yaşamağınız o pis şeyləri ağlınıza belə gətirməməyiniz ondandır ki, beyninizdəki o qaranlıq istəklər hələ qərar mərhələsinə keçə bilmir. Çünki bu dünyada bir çox böyük murdarlıqlar, böyük rəzilliklər yüksək miqdarda pul və imkan tələb edir ki, sizin o zavallı beyniniz cibinizin boş olduğunu bildiyi üçün o şeyləri əvvəlcədən mümkünsüz hesab edir, böyük günahların büdcəsini hesablaya bilmir və qərar vermir. Amma kim bilir, əgər o pul, o imkan, o toxluq sizin əlinizə keçsəydi, heç bir daxili müzakirə belə etmədən bircə andaca o murdarlığı qəbul edərdiniz. Sizin əxlaqınız təmizliyinizdən deyil, sadəcə imkansızlığınızın gətirdiyi çarəsizlikdir. Siz elə bilirsiniz ki, təkcə bu həyatda etdiyiniz əməllərə görə mühakimə olunacaqsınız. Xeyr, siz təkcə etdiklərinizə görə yox, həm də güclü olub o imkanlara qadir olduğunuz halda nələr edərdinizsə, əsl onlara görə əsas götürüləcəksiniz. Nə olsun ki, etməmisiniz. Məsələ ondadır ki, Allah bilir ki, sizin o gücünüz, o pulunuz olsaydı, siz o murdarlığı mütləq eləyərdiniz. Qəlbdə olub, lakin imkansızlıqdan, çarəsizlikdən edilə bilinməyən hər şey o ilahi kitabda artıq yazılıbsa, necə qaçacaqsınız o mühakimədən? Siz onu edərdiniz, sadəcə gücünüz çatmadı və salam. Baxın o sığınacağınız nağıllara, bir hambal heç vaxtı ən iyrənc şeyləri düşünməz, heç birini gözünə gətirməz və elə bilər ki, dünya malında gözü yoxdur, təmiz adamdır. Amma o qəfil belə güman eləyək ki, bir xəzinə tapsa, dərhal beynində elə şeylər canlanacaq ki, əvvəllər bunları yalnız ağlının ucundan keçirərdi. O xəyallı və bir müddət sonra o xəyalları gerçəkləşdirməyə çalışacaq. İnanın mənə, kasıblar qəfil varlananda köhnə varlılardan daha güclü, daha amansız arzular və planlar qururlar. Hambalın təyyarə istəməməsi onun nəfssizliyindən deyil, sadəcə o girdiyi kol deyil. Eyni ilə o içinizdəki gizli pis istəklər də belədir. Çoxlu miqdarda sərvətə, o mütləq gücə sahib olduğunuz anda beyninizdəki o fövqəladə və o qorxulu planlar yavaş-yavaş qərar mərhələsinə keçir. Sizin saflığınız əxlaq deyil, sadəcə növbənizi və gücünüzü gözləyən gizli bir canavarlıqdır. Əslində bir insan nə qədər it günündə, nə qədər kasıbdırsa, murdar şeylərdən də bir o qədər uzaq durmalıdır, elə deyilmi? Amma bu rəzil bazara bir baxın, ən iyrənc nəfsi istəklərdən, fahişələrdən tutmuş adamı zəhərləyən hər cür zirzibilə qədər, hər şey kasıbın da leş cibinə uyğun qondarılıb. Siz acından gəbərə-gəbərə yenə də o ucuz fahişələrin, ucuz içkilərin dalınca qaçırsınız. Mənə imkansızlıqdan dəm vurub nağıl danışmayın. Əminəm ki, əlinizə biraz pul, imkan keçsəydi, ətrafınızda salamat qız gəlin, namuslu insan buraxmazdınız. Sizin içinizdəki o zəhərli su artıq şərbət deyil, tünd, iyrənc bir şəraba çevrilib. Siz sadəcə hələ o fürsətə çata bilməmisiniz. Əgər bir canlıq fürsətiniz olsa, daxilinizdəki bütün o murdar istəklər icra olunmağa hazırdır. Sizin ən böyük xəyalınız qırmızı ət yemək və bəzi borcları bağlamaq olan bu aciz beyninizlə heç özünüzdən xəbəriniz yoxdur. Gizbəsərlər, mən sizi günaha təhrik etmirəm. Mən sadəcə pulsuz qalıb, daxilindəki o ən alçaq rəzalətləri, o ən iyrənc sapqınlıqları gerçəkləşdirə bilməyən sizinlə milyardların içində üzüb hər cür təmizliyi, körpə canları kirlədən varlıları gözünüzə soxuram və üzünüzə baxıb deyirəm, baxın, görün siz nə qədər təmiz, nə qədər məsum adamsınız. Çünki heç kimi kirlətmirsiniz. Beləcə sizinlə açıq-aşkar məzələnirəm. Siz gizbəsəllər isə bu çarəsizliyinizi, bu imkansızlığınızı hələ də müqəddəs bir məsumluq sayırsınız.